Herkese salam. Deməli qızlar, videoya keçməmişdən öncə bildirişləri açıb mənə abunə olmağı unutmayın. Sizə çox maraqlı videolar çəkmişəm. Sizə xoş izləmələr. Sağ olun. Bəs xeyir qızlar, necəsiz? Mirən qəşəng gedib çöldə gəlib fanatları gəzdirdim. Baxın, bu şəkildə bişirirəm. Resepti biləm soruşarsınız. Alt hissədə qeyd edəcəm. Hə, qoymuş ki danışma. Bunu nəsə kakaolu elədim, dadlı alındı. Bu da belə. Məndə süd yox idi deyə qızlar qatıqdan elədim, onda yaxşı çıxdı. Mən pesoğunu biraz çox əlavə edirəm. Çünki mən pesoğunu sevirəm. Hə, belə də şirin deyil. Baxın, bu şəkildə olanda çevirirsiniz. Gözlüyümü təkəldə eləyəcəm. Oh, qəşəng. Çəkəndə nəsə səliqəli eləyirəm mən. Hoppala. Baxın, özü pişdiyini bildirir. Belə, baxın, qabaranda bilin ki pişibdir. Bax, bunlar hələ pişmir. Çevirsəm dağılacaq. Qızlar, mən qaşıqdan edirəm. Baxın, qaşığı doldururam belə. Məsəl üçün, belə eləyib, tava edirəm. Hər yer batırmışam. Deməli, 2 yumurta, 1 çimdik duz, qəşəng qatışdırıram bunu. 1 stəkan süd, süd yoxdursa qatıqdan eləyəm, mən qatıqdan elədim. Ha, Miran. Onu da qəşəng qatışdırırıq qızlar. Sonra 1 stəkan unu əliyirik, qabartma tozu, vanil. Bu şəkildə yazacağım reseptim. Gördünüz, başa düşmüşsünüz, YouTube'dan baxın eləyin. Hamısını belə qatışdırırsınız, sonra belə tava edirsiniz də. Qızmış tavada belə. Baxın, gördünüz. Miran bugün bahçeye gedir. Hoppa, qəşəng. Bunun üstüne qəşəng malakon tökürsünüz, banan düzürsünüz, qəşəng yeyirsiniz. İçine şokomoku da vura bilərsiniz, qəşəng yeyə bilərsiniz. Görürsün, biraz səlqəli elədim. Səlqəsiz elədim. Bu necə səlqəli çıxardırlar? Mən bir ikisini səlqəli çıxardıram. Qalan belə əyri-müyrə çıxır. Ola bunun hamısı belə çıxsa. Səlqəli var. Ya, bu tam pişmir. Əməlli çıxdı qızlar. Üçün 4'üm Miran yeyibdi. Bir dənə bunun dadına baxım. Çok tatlı. Kızlar, əlim birdən əsir. Qapını elə pis döyüb getdilər ki. Deməli, belə bir hədiyyə gəlib. Qapını açdım, gördüm ki, yerdədir. Hədiyyə. Murad əmiyə heç nə qoya bilmədim. Bağışla, xahiş edirəm, videonu da açın. Səni çox sevirəm. Zəhrədə Məryəm ailəsinə hədiyyə. Məktubu isə videoda oxuyun. Ay Allah, çox şirindir. Zəhrə əlim əsir, Zəhrədə qapı görürlər. Ay Allah. Bunlar nədir? Ya, çox şirin baxın. Buna bakın, kimse oyuncaklarından koyuyor. Çok şirindi. Böyle bir kolba. Özüm toxumsam. Ya, çok şirin bakın. Zəhra, sen toxumsansan ben bunu taxacağım. Bu ne? Böyle bir şampun koy. Allah yüreğine göre versin Zəhra. Çok qəşəng çatdım var. Deməli, salam Məryəm bacı, necəsən? Miran, Murad əmi, necədir? Mən səni bir ildir ki takip edirəm, amma evini bilmirdim. Bana videosunda gördüm ve bildim ki eyni məhəllədə qalırıq. Ümid edirəm ki xəttimi başa düşərsən. Ümid edirəm ki hədiyələrimi bəyənərsən. Ən sevdiyim blogersiz. Adım Zəhradır. 10 yaşım var. 5-ci sinifdə oxuyuram. Məmmədli Zəhra. Məktub var. Çox şirin dağa. Çox qəşəng dağa. Zəhra, çox sağ ol. Buradan səni öpürəm. Həqiqətən çox sevindim. Çox həyəcan yaşadım. Qapını necə döydümsə qorxdum. Hədiyələrin üçün də çox sağ ol. Murad əmiyə də hədiyyə vermişim. Varsa elə bunu Murad əmiyə dedim. Saçımızın şampını qurtarmışdı. Çox gözəl olur. Mirana. Miranı ki özüm toxumuşam. Məktubu saxlayacağım inşallah. Çox sağ ol. Allah ürəyimə görə versin.
Sağ. Kapı döyülür. Zəhra dəsə. İndi də gül gətirib. Yenə qapı döyüldü qızlar. İndi belə bir gül gətiribdi. Çox qəşəngdir. Dadlıdır. Kızlar, Miran çolkası çox uzanmışdı, mən də kəsdim. Gətir tüklərini yer uçdu. Gətir tüklərini ki, ataya deyəcəm. Atası qoymur saçın qırxma. Ataya deyəsən. Abala. Qəyatda saat 2-dir, 2. 2'dir, 2. Allah'ın olsun 2'dir. Yıxıb tökülür benim. Ne olar gəl yat. 7'də duracağım ben. 2'dir, hə, gəl yat. Ben bax görüb ağırsa. Babaya maçı göndər. Çöbra, babaya maçı göndər. Yıxıb gəlir. Ay Allah, bu uşaq deyə yatmır. De sağ ol, gecəs yerə qalsın. Paka. Adafdırlar, hamısı xarab edirsən də. Düzəltdin. Çolka da geçer kəsmiş. Uşaq hərəkət eləmə. Ama ben uşağımız. Bahçeye gidin. Bahçeye gidirsən? Aferin sənə. Şağıl elə. Çık gel sultanım, her şey anlamsız, yaptım o zerrere der vicdanım. Nedir sebebin? Neden vicdansız şey, kafamın içinde neden bıraktın beni? 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 Git peşimi bırak, senin aşkın bana bir tuzak. Git bir kez olsun kendine yakın sana ya. Fotoğrafımızı sakla, beni soran olursa onu da benim için kendinden vazgeçemeden. Git peşimi bırak, senin aşkın bana bir tuzak. Git bir kez olsun kendine yakın sana ya. Bağlama. Bu gördüğünüz oğlan məni səhər yeməyinə gətirdi. Yox, mən onu gətirmişəm, ama mən gətirdim. Mən gətirmişəm, sən yox, sən mən. Bura bax, əyləncə mərkəzi. Ne yaşdı? Bura ən çox əyləncə mərkəzlərindən biridir. İndi mən video çəkəcəm ki, sən mən gətirmişsən. Hə? Başlayaq. Başlayalım. Deyə bu gün mən Məryəmi səhər yeməyinə gətirmişəm. Yalanlandı da yalanla. De. Bugün mən hələm səhər yeməyəcəm. Ay aşkım, çok romantik. Ay biraz mən olmasından oldu. Yağış yağır bu arada. Deməli, Saxlamadır. Gəldiyimiz məkanın saxlama yeri var, biz yuxarı saxlamışıq. Gözəl oğlan yenə çəkir. Bu telefonunda bütün məkanların şəkillər var, inanırsınız. Gözəl oğlan, nə çəkdim, bir dənə baxa bilərəm. Şəkildə işləyəsən, hə? Sonra səhifəyə qoyarsan, hə? Birdən çarşıb eləyib mənim səhifəmə qoyarsan, hə? O səhvləri eləmə. Hə? Göstəreyim də sən. Göstər. Gözəl oğlan, göstər görüm. Uy, demək. Ay Allah, bunu sən elədin. Ay Allah. Gəl yanımda oturun. Gəlmişik səhər yeməyinə. 4 nəfər olacaq. Qızlarla nə vaxtı görüşmürəm. Ərkazdan Ayten gəlir. Mən çölə çıxardıblar bu gün. İnan bağçaya qoyduq, gəldik səhər yeməyinə. Şuriye qızlar, inansız. İstidir buralar. Green Garden'dəyik. Bilin. Kimler gelmiş, kimler.
Ömür. Səhər yeməyimiz də gəldi. Möhtəşəm. Mən dadına baxmışam, yemişəm. Söküntü işlərinə başlayır. Burada bir neçə dəfə olmuşam qızlar. Həqiqətən həm qiymətlər münasibdir, həm də səhər yeməyində bol çeşid, 4 dənə isti yemək. Hər yerdə 4 nəfərlik yerində 2 dənə tava yeməyi verirlər. Burada 4 dənədir. Aytən çəkir. Aytən yoxdan durub gəlmisən hə? Allah qəsəl. Axşam danışırıq, niyə tez durmamısan? Dur, hazırlaşmışam, yatmışam. Amma 8-də durmusan ha. Durdum, təzə yatdım da, amma hazır. Ömüş, necəsən aşkım? Birinci ağzını silir. Murat sənin gizambat oynayacaq. Ne deyirsən? Doymuram. Mən doymuram. Ciğerim yanmış susuzluqdan. Murat içti vardı, içti kurtardı. Murat sən nə içmirsən? 3 dəfə səndən istədim, vermədim. Al. Bilmədim. Yox, sizdə də istədim. Belə olur ailələr dağılır bax. Muz koyalım. Sən dedim bu qızlardan gəlməyək də. O da deyirəm, mən qızlardan gəldim. Soyuq. Desən, Aytət sən qırmayıb kişi gətiribdi. O da hər yeri keşf edin. Nasıl bala? Hə? O arenda yer axtarır. Yəni bir yer axtarır, baxır görür bu işləyən yerdir. Bax, bura işləyən yerdir. Götürək bura. Egi deyir, dən gedir ora. Nə istəyirsən? Nə bax, bir də şey Burada çatdım yox. mənə. Oradan nəsə var, burada Ama yox. çoxdan narahat oturubdu. Çayları istedi. Bizim çaylar niyə soyuq? Orada nə istəyir? Geç süsünlər də. Sarpası bizim çayımız soyuq oldu. Çünki şeydir, saat 8-dən çayı bura qoymuşam, sizi gözləyirik. Ona bayaq dedilər ki, bu işıqların hamısını yoxla. Gözü absent gəlsin, bizim çayımız dəysin. Hə? Çay saat 8-dən burada da soğumasın alırsan. Dili olsa ücret deyər mən köhnəldim. Ha, bu sana gözünü gəldi. Gəlmişsən yoldaşım getdi. Ayağımın ağrığı. Ayağımın yüngüllüyündən Və sən gəldin, ildə bir dəfə səhər yeməyinə çıxmışdın. Və sən gəldin, yoldaşım getdi. Görsən, ayağımın yüngüllüyündən də o. İnciyən deyil, buna qışqırtma zad eləyə bilmirəm. Hə? Hə, heç də. Mənə yox, bacı. Məndən uzaq. Durub inansız üstə freşi töysəm, təbii freşimiz də gəldi. Dışı. Nə var? Gəl, aytadı suyun içinə, çayın içinə. Tuz qatar etsin elə, yanına xalçı. Hə, elə. Dalaşmaq istəyirsən? Səndən. Lakin mənimlə dalaşaq. Mənimlə dalaşaq. Çünki birləşəmədiyimiz Görmür, onunla dalaşanda cəmaatı Deyir ki, deyirlər ki, reyting artır. Mən də Hə, istəyirəm hə. onunla dalaşam. mən bilmirəm kimin kimdən reyting qaldı. sən kimdən dalaşa bilərsən Aytən? Şuna bax, Sənə gücüm çatıram. Mənə niyə? Azərbaycan edim, heç kimdən. Mən yazdım, səsimi, başımı sal aşağı. Bilsən də kim yığarsan. Yığıb dəstək istəyərsən. göstər istəyirsən. Az yox. Bildin sən. Kim bildim, bilmədim. Nasılsın arkadaşım? İyiyim, Ben sən de nasılsın? Hə? Nə alırsan? Mən telefon almaya gəlmişik 16. 16 Pro Max. Yox, az 17 çıxın indi. Hə? İndi 17 çıxıb 16 deyil. Heç nə görə alırsan, gəl. Gedək. Gəlmişik telefon çıxana. Aytət. Aytətin gözünə. Mən belimi qaşımayım. Aytət bir dənə barmaqlar. Gedək barmaqlayım. Güzel saçım. Bu hoşuna geldi bu. YouTube vloguna gələcək bu arada. Masaj hoşuna Aytət, geldi. sən də tanıyırsan məni. Deyən hesablayım. Ondan mənə Çok var. qələt eləyib tanımışam ha. 4 il. 4 4 il olar. gün də yadımdan. Bəli. Düşündük ki, az yemişik. Saat 1-dir. Dedik yeni məkana gələk, yeni məkan keşf edək. Gəlmişik yeməklə. Az biz nə qədər yemək yeyirik? Hamza yeməyə geldi. Nə olsun buna? Bu mən kökəldirik qızlar. O övladlarını tapdı. Nə qara? Çoxlu şey sifariş edək. Hamısını Aytət tutasın. Gündür bura. Onda burada oturaq. Bu birinlə. Nə fərqi var? Gün altında yatmaq Nə fərqi istəyirəm. var?
Hə? Hesabat gələndə şey eləyək, qaçaq gedək. Hə? Bayaq ki o duz məsələsini deyilmədik, burada eləyək. Mən onu aytacı dedim. Dedin, kız səni. Niyə dedin az? Eləyəcəkdim. Gəl yanımda otur. Gəl. Darıxmışam sənə. Gəl. Aşkım gəl. Gəlin qoy. Selfie çubuğu niyə almadın mən? Az mən özümə də istirdim onu. Amma çox sifət eləyirdi. Yox, xoşuma gəlmədi davranışı. Getdirmiş məkanı. Pis demə. Bəyənmədim. Rəfiqəmizin reklamını bizdə. Aytaç, barışmamızın səbəbi nə? Bugün istədiyimiz hər şeyi sifariş edirik. Hər şey Her şey elinde. Hə, aşkı sən bitdi. İstəyir evimiz istəmir. Bayaqdan Aytanla deyir, ürəyimi seçdi istəmir. Az indi hər şey istəyəcək, narahatım deyil. Hesabatı ödəyəcəksə hər şey istəyir. Sağ ol, yaxşı şükür. Biz var mısıratımız Ömer Bey, Meryem. Ne istiyorsa belki daha güneşte oturalım. Orada oturdum Yo, Məryəm gözümüzü dedi. çıxartdı. Ben kararını söyleyeyim. Yox. Hər şey sifariş verəcəm. Top nədir? Allah. Nə? Pulumuz olanı biz. Əslində ürəyimi seçdi Xoş istəmir. istəmir. Bu əsər yeməyindən çıxmadı. Asi çıxıb bura gəldi. Mən heç istəmir. Mən bax. İndi yazacaqlar, bəxtə verirlər. Bir də yeyirlər. O görə dana boydadılar ikisi də. Bəli, Bu əməliyyat olubdu. Əməliyyat ondan sonra da yeyirəm hələ. İndi məni əməliyyata salır. Pulu Ay, özü nə qəşəngsən, verəcək. biraz da Pulu özü verəcək. Gedək parka. parkda nə var? Hə, bulvara. Getmir, pulum var. Nə orası? Mən gedə ya. Qurbandır. Vatkində pulları yığıb. O videonu paylaşacaqdım mən. Kim pul verdi, kim vermədi. Kim gəldi, kim Mən çatmır gəlmədi. da. Kim dedi ki, gəldi, dedi. Niyə pul verir? Sonra kartıma atacağım pulu. Gəlib ad günmə. Sonra kartıma atacağım olanlar da oldu. Niyə at pullar? Mən həqiqətən. Azarfat edirəm. Hamı Yalan deyil. Bəs sən pul yazıranların siyahını çıxardıb açıqlayasaydın, niyə Ha, onu çəkmədin? videonu O videonu çəkmədim. gözlədim. O əslində Əslində onlar mən də getməmişdim, pul da göndərməmişəm. bura deyirəm Burada bağçadır. demək, burada demək ki, sən bu şey pulu atmalısan. Hə, demərəm atıbdı. Ay, Mən 500 Məryəm manat atmıyor. Mən 500 manat atmışdım qızlar. Ayda sən nə qədər atmışdın? Ara. 60 saat gəlmişdi. Acı mənə platı. Acı Aytaç 500 manat dedim. 700 şimdi verdim getirme. Şeydi. Ben de mesajım var. Yok getir. Bu Aytaç onunla nə iş var? Ben bu bizden de mesaj istiyorsan. Baba hə. Bir də verməyin kimi tadına bax. İstəyirsən. Yine el bir cüzbe koy para gidesin bak. Möhtəşəm pendir çubuqları çox qəşəng. Qızlar, tez-tez padurqamla gəldiyim məkanı bölüşmək istəyirəm sizinlə. Buram baxın dollar çox dadlıdır. Sezarlarını çox bəyənirəm. Həmişə sezar yeyirəm, doydum. Həqiqətən sezarlar çox tutumludur, doyumludur. Aytaç, buranın ünvanını deyirsən, sən yaxşı bilirdin. Maşından gəlmişəm. Xətayda yerləşir. Çay City Baku yazırsınız. Bortda da harada yazsa çıxacaq. Ünvan Xətayda yerləşir. Aytacın özü də burada işləyir qızlar. Gəlin Aytacı görün. Hansı saatlarda olursan? Saat 8-dən axşam 2-yə qədər. Bu arada qızlara Şəkil çəkdirmək kim atdı? çay gələn qızlar ödənişsizdir yemək yeyəndə. Hoppa, həqiqətən bu məkan çox qəşəngdir. Böyükdüyündə durub çəkərəm. Vaxtda onu da çək. Hər gələn vaxtda sifariş eləyim. Yemək yeməsəm çay gəl bilmərəm. Olsa yemirsən də. Yox, pulsuzlar. Yox, çay Olsa bu hesabatı Aytac ödəyəcək. Bax nə danışırsan? Yox da mən bundan sonra günlər ödəyirsansa gələn ödənişsizdir. Gələn alırsansa çay ödənişsizdir. Biz də ölümlə qəlyan çəkəni yaxın. Hə? Mən də çəkmirəm. Bunda nəyə soruşursan? İzləyicilərə görə araşdırır da. Qəlyana tərə ölürəm mən. Gəlyanın Məryanın buraxın. Buranı çölən imin sifariş edəmişəm ki, qızlar yesinlər bunlar. Hamı dırnağımdan daşdı. Dırnaq ustalar benim Nədir bulsun. axı göstər? Dırnaq ustalar benim bulsun. Buranın çörəyi özləri hazırlayırlar. Qızlar alınma deyil. Həqiqətən çox dadlıdır, isti-isti gəlir. Ömər, jelabom əvəzinə yemək yeyə bilərsən. Ev sayağı kartoşka çox dadlı olur bu. Buna görə sifariş etmişik. Götür. Hə, burada çölə özləri. Murat Belə- restoranda özləri bir şey. İlk gözəl çörəklər bişirirlər. Çox qəşəng olur. Bax ümumiyyətlə burada bişən nələr? Ayşə sən kim olmasa da qəşəng bişirir də.
Yaxşı, az tərəflə. Ha, sabah kırırıq bir-birimizə. Bir nəfər qısqanır uşaqlar. Heç olmayacaq. Aytazdan su şotunu yiyib içirik. Görək hesabatına yenə gələcək. Qoyub qatır. Çörək yeyirəm yaban uşaqlar. Bu qız bunları qoyubsa. Mənki çörəkdir. Şor ola burada. Çörəyi batıram yeyə. Sən yeməndə şor yemədik axı biz. Bu çörəklə dadlı gedir də. Ay Allah, yenə qəşəng yedirəm çörək istədim. Bir dadına var bir dənə. Kartoşka yeyib də öncə dadlı sən sifariş eləməmisən. Bir dənə bax. Bununla bax, bu kartofla, bunu bax, birini indirsən, bax, mənə çay. Mən görürəm. Bu ondan ev sarı kartofdur da. Bandırırsan, bandırmalısan hə. Evdəyəm. Kızlar yeməkləri yedik. Qəşəng. Prosto yemək yeyib durub qaçan Aytən. Aytən. Hay Aytən. Niyə qaçırsan? Getdiniz? Ha? Bir də bir şey deyirdiniz. Hayır. Bir hesabatı kim ödəyəcək? Qaymağı yağ eləmək. Adı bir deyirdiniz. Hesabatı niyə ödəmirsən? Mən də apar. Hesab aytacıq. Mən də apar. Biz çox sevindik. Sağ olun. Hesab Biz Aytaca dəyər vermirik şeys. Baxın bu qədər hesaba. Nə yeyim ki, kartoşka yeyəcəm. O da kartoşka yeyib. Kartoşkanın kilosu neçədir? 2 manat. Mən üzrlərinə baxın canlarım, ürəklərim. Kimlər olmuşlar deyil? Nə baxın. Bax, kartoşka. Uşaqlar. Kartoşka. Siz ödəyin, mən ataram da zərtqim yoxdur. Yo. Məryəm, sən ödə, mən sən kartını atarım. Məryəm, ödər tərəfdə nə olur ki? Ciddisiniz siz. Nə bir şey verdim, niyə bilirsiniz? Verəsiz dəqiq. Ha, niyə vermir həmişə? Ödə sən atarım. Biz bəziləri bir hem adını gəlib pul yazmır. Ama verəcəyəm. Gəlməyib yazdırmaya. Ya da gəlməyib yazdırmaya. Oğlum gəl bura ana bində qıracaqlar. Gəl aşkım, gəl. Ya da gəlməyib pul göndərənlərdən də ölüb biz. Mən gəlmədim pul göndər. Nədən ondurum, sən Bəziləri deyirəm. bizim Sən başqalarına deyəsən işimiz yoxdur balam. Biz ancaq özümüzdən danışırıq. Biz beşarıq başqalarına danışırıq. Səndən danışıram. Bu yaxşı edirəm. Cəmaatın ağzına niyə gəlməmişsən? Gəlib bula iştirak edib, oynayıb, sürüb vurub. Əziyyət, belim xəstə. Gəlib, Niyə yox, sözü gəlməmişdim. deməz? Az getməmişdim. Dinmə. Getməyirsin, getməyib. Gəlməyib. Bax, iğnə gəl. Hər dəfə deyir ki, Türkiyədəyim. Ay, Tacivəni gülümü aldın. Nasıl bəxtə verdi öyle? Cəmaata çəkir. Mən ay, İstəmirəm. Nasıl bəxtə verdi öyle? ayda mənə göndəriblər. Otur. Sana qaçsın, bu Aytac gedirsən gelirsən. Bu yes, Allah bunun çöllüyü yox. Bu apar basma lazım deyib əhləfdir. Gedib gedirəm. Nə yemək yenə kimi Hər yedim. kəs ya. Çay çək. Sokasının pul götür sonra gelsin. Pulum da kimi. O vermeyecek. Tez ol Aytac. Məryəm, mən sənə Yo. Mən də sənə atacağım, zəhmət sən ödəyəsən. Mənim olanlardan bir Mən loxa. Mənim alnımda lox yazdı. üzvü çəkim. Mən Nə də olar yemişəm. ki? Mən bir dənə salat yemişəm. Özü qabları məndən də bura. Mən Çıxır gedək. Hə? Gir gedirəm. hara gedir? Bu ödəsin biz onu tarafda nə var ki? Ödəməsən. Dostluq nə günədir balam mən Yox, başa düşürəm. ödəməsən. Mənim bir nəğdim yoxdur. Həmişə belə eləyirsiniz ha. Kartım işləmir. Sən ödəməsən kartımı atar. Hə. Mən gedirəm desən qabıyım. Qabyana ehtiyacımız var, mənim qədər qabyana. Qabyana ehtiyacları yoxdur aşkım. Mən su Taksi gəlmir, düzəlib. Hadi yaxşı. Komfortu var. Bir komport var gör necə gəlir. Taksiyə bura. Dəqiq Mən blogersiz. sadə insanam da, komfortla niyə gedim? Hə, Yox, sən. mən getməm. Mən vəbşə metrodur mənim üçün. Öz eləyir ki, demədim yetişməsin. Bəxtəvərsizlik oxuyandan sonra biz. Özünə razı. Hadi bir dənə kaşlok at. Sən blogersən bir dənə kaşlok at. Az kaşlıq mı? Yemək səhifəm var da bir dənə kaşlok at. Kaşlıqdan şey heç. At bir dənə kaşlok Kaşlıqdan var. çıxan şeylər nədir? Dərman. Hə. Sonra bizi bəxtəvərsizlik oxuyursunuz. Adı Mən dərman. ümumiyyətlə sumkam yoxdur çünki pulum yoxdur. Mən Aytacın əlinə baxıram. Metroya gedə bilərik həqiqətən. Bəlkə şeydir, pul verdilər bizə. Hadi gedək. Bloger Aytac sadəlik. Vallahi, vallahi deyirəm kart verim, üstəli də mənə deyirlər ki, Pul ver. deyir ki, pulum var, nağdım var. Metro kartı verirəm, deyir nağdım var. Mənim yoxum yox. Yox odur uşağım, qalıb çöllərdə. Bacı biz niyə bu ara bu qədər düşdük? Kimin göz
Allah'ım nasıl Aslında pulumuz olabilir. yoktu. Niye diyorsunuz bəxtəvərsiniz? Hamı deyir ki, bəxtə keyfdədir orada Hə, burada hə. baba. Aytaca 2 dənə gül alanda deyirlər bəxtəvər. Mən 2 dənə gül alıb göndərim. Nə da bilmirəm kim göndərir. Yazırlar bəxtəvər. Ne var? Bu bilmirəm. Bilmirsən? Ona bak. Yığışdırandan sonra yeyirlər. Qardaş bizim yeməklərimizi niyə aparırsınız? Paket elin evə aparaq. Yazıq. Yemek tapır ha. 5 dəqiqə gəlir. Az sonra her şey düşün. Dedim dadlıdır da. Mən nəsə sifariş eləyəndə deyirəm dadlıdır. O anda çahır yeyir. Neyse. Məni piyabır elədin sən. Sattırır. Ayta sən Ayta ona görə sən deyirəm ki evlənmə. Evlenmeyeyim. Evleneceğim. Sənin adın. Taliplerimi arıyorum. Bax evlənsə deyəcəklər bəxtəvər evləndi. Azarfat edin. Özelim öz başım. Sənin anında yazacağam bəxtəvər. Allah bəxtə ver. Bəxtəvər, siz bəxtəvər. Demeyi de. Kızlar Neftçilərdəyəm. Qaçıram metroya. Taksi vurdum, gəlmədi. Taksidən çata bilməyəcəm azadlığa. Və azadlıqdan da gələcəm. Maşın vurmasına çıxıram. Saata baxın. 7-in yarısıdır. Mən hələ çatmamışam. Qaçıram bağçaya. Bağçada biraz məsafə var. Maşınsız olmaq şeydir. Deməli, maşınım olsa belə, Muradın maşınını götürən bir an bağçaya aparım. Kız maşını mənə verərək. Prosto mən maşını belə deyim də, sürsəm belə, gəlin də Xətaydan gəlib bura çətin çatardım. Metro hasadı idi, ona görə metrodan gəldim. Bu da mənim bir günlük vlogum. Burnumdan gəlməlidir. Kızlar, öyle bir yerden tuttum ki valla tam buralar. Daha aşağıda bir buralar tanırım. Hava çok karanlıktı. Deməli kızlar, baxsan tapa bilmirəm. Azım qaldım. Şu an 7'dir saat. Şu an bağçada qalırıq. Hem bağçanı tapa bilmirəm, hem harda olduğumu bilmirəm. Hələ o tərəfdə dit var. Deməli qızlar, o tərəfin parkında ilişib qalmışdım. Bir dənə qardaş sağ olsun kömək elədi. Deməli, nə qədər soruşuram ki, Hollywood restoranı haradır? Muratla burada tanış olmuşam. Bax, Murat burada işləyirdi. Biz də həmişə o parkda görüşürdük. Burası park mənə tanış gəlmədi. Deyirlər ora haradır, tanımırıq. Deyirəm Mələk restoranı. Heç oranı tanımırlar. Azaqsa parkında soruşuram, deyir yoxdur. Bax, orada da parkı var. Bağçada bu tərəflərdən bu bağçaya bəsiydim. Sinir. Bu birisi xoşuma gəldi. Gedirəm onu. Mira. Ay Mira. Sən kutukan hanı? Hanı sənin kutukan? Mira. Ay Mira, sən kutukan hanı? Hada. Git kutukayı götür gedək. Gel. Gel kutukayı götür gedək. Gel. Qaça gəlmişəm. Gel. Gel. Ha kutuka? Sada neynədin? Ha? Gel. Deyib buradadır. Git götür. Balığı götür gedək. Bir dənə olar. Get balık. Get düz get. Yo. Su olmaz. Su yok. Boğazımız ağrıyor. Gel. Yolda mən sənə su verə bilməyəcəm. Gel. Deyək. Gel bura. Bir dənə götürürsən üstə bax. Bax. Götürürsən. Bunu götür. Aferin. Hə, ye. Gedə su da götürək. Yola alaq. Kızlar, real çəkimi paylaşıram sizinlə. Deməli, telefon əlimdə deyə 79 kiloyam. Acı qarnına 78 kilo göstərirəm. Bugündən etibarən diyetaya başlayıram. Bu dəfə ciddiyə başlayacağım. Çünki Miran bağçaya zaten aparacağım, eləyəcəm. Ciddi rejimə girirəm. Çox kökəlmişəm, dəhşət. Saat neçədir? Mən indi evə çatmışam. Saat 9-dur. Miran yuxusu tökülür.
marşrutdan inansın 2 saat marşrutda olmaq nə deməkdir? Yuxusu gəlir bu. Biz yatırıq, gecəz xeyrə qalsın. Videonu burada sonlandırıram. Videonu izləyib yorum yazmağı unutmayın. Kanalımıza abunə olub bildirişləri açın ki, yeni video gələndə izləməyi alın. Mən üşüyürəm, bu soyuq yer axtarır.